Blok tipli maraqlı bir limit sualının izahına baxaq. İfadənin həm surətindəki, həm də məxrəcindəki x-in yerinə 0 yazsaq, 0/0 alınacaq. Sinus 0 da 0 alır. Burada da x-in yerinə 0 qoysaq, kök altının 9 çıxılsın 3, 0 alınacaq. Limitdə belə bir qayda var. 0/0 halında L'Hopitaldan istifadə etmək lazımdır. Həm surətdə, həm də məxrəcdə olan ifadənin törəməsini alıb, sonra limiti hesablamaq lazımdır. Yazaq. Limit x yaxınlaşır 0-a. Sinus 3x-in törəməsini yazaq. Sinusun törəməsi kosinusdur. Bir də bunu vurmalıyıq arqumentin törəməsinə. Bölünsün məxrəcdəki ifadənin törəməsi. 3-ün törəməsi 0-a bərabərdir. Bu isə kökaltı ifadədir. Kökaltı ifadənin törəməsini necə tapırdıq? Kök altında x-in törəməsi bərabərdir 1 bölünsün 2 kök altında x-ə. Yazaq. 1 bölünsün 2 kök altında bu ifadənin özü. X üstəgəl 9. Bir də vurulsun içəridəki ifadənin törəməsi. Onsuz da x üstəgəl 9-un törəməsi 1-ə bərabərdir. Yəni bunu 1-ə vursaq yenə də heç nə dəyişməyəcək. Bərabərdir. Limit x yaxınlaşır 0-a. Kosinus 3x vurulsun 3. Bu ifadəni böləndə bunun tərsinə vurmuş olacağıq. Vurulsun. Bu ifadənin tərsinə olur. 2 vurulsun kök altında x üstəgəl 9. Bu halda biz artıq x-in yerinə 0 qoyub ifadənin qiymətini hesablaya bilərik. Bərabərdir. Kosinus 3x-ə x-in yerinə 0 qoysaq, vurulsun 3, vurulsun 2, kök altında 0 üstəgəl 9 bərabərdir. Kosinus 0-da 1 alır. 1 vurulsun 3 vur 2, 6, vurulsun kök altında 9, 3-ə bərabərdir. 6 vur 3, doğru cavab olur 18.